Yerdə pul tapdı, barmaqları qopdu. Moskva vilayətinin Krasnogorsk şəhərində azyaşlı uşaq yerə atılmış pulu qaldırmaq istəyərkən ona bərkidilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır xəsarət alıb. Hadisə şahidi Vladimir Sharupiçin sözlərinə görə uşaq pulu qaldırdığı anda partlayış baş verib. Şahid əvvəlcə ərazidə toplaşan insanları və təcili tibbi yardım maşınını görüb. Yaxınlaşdıqdan sonra yaralı uşağın yerdə uzandığını bildirib. Partlayış nəticəsində uşağın bir neçə barmağı qopub. O hazırda Roşaladına uşaq kliniki mərkəzinə yerləşdirilib. Mediada yayılan görüntülərdə mismarla doldurulmuş, yararsız vəziyyətə düşmüş, özəl hazırlanmış partlayıcı qurğunun hissələri və zədələnmiş 10 rubl pul parçası göstərilib. Hadisənin təfərrüatları araşdırılır. Hüquq mühafizə orqanları partlayıcının mənşəyini və ərazidə təhlükə riskinin olub-olmadığını müəyyənləşdirir.